Nişana diqqət elə, Pərvin xanım. Sağını yandır indi. Bax, o nişan gördün, bunların sağındaydı. Bizim solumuzdaydı. Solumuzdan gələn o qovşaq var da, yol kəsişməsi. Onlar üçün yol ver. Onlar bildirir ki, o nişan onlar bizə yol verməlidir. Bəzən isə yol vermirlər. Sən ehtiyatını saxlamalısın. Nişan sağ tərəfdə olsaydı, bizim sağımızda olsaydı, biz yol verməliydik oradan gələnlərə. Kimi çatdıra bildim. İndi biz bu yol ağacının düzünə gedəcəyik. Davam elə. Burada sən üstünə maişsən. Bəli, baş yol olduğumuz üçün. Tələbəm Pərvin xanımla bugün şəhər daxil sürmə dərsimizdəyik. Pərvin xanım, indi düz gedəcəyik. Görsən, məcbur sağa nişanı var. Sağa doğru nişanı mailləndirəcəksən. İşafordan tənzimlənir bu yol ayrıcı. Buradan çıxanlar da gözləmir, düzdür? Bəli, onlar bax, yanacaq doldurma məntəqəsindən çıxırlar. Diqqət elə. Yanacaq doldurma məntəqəsindən çıxanlar digər bütün nəqliyyat vasitəsinə yol verməlidir. Nəinki yanacaq doldurma məntəqəsi? Bütün yola bitişik ərazilər, parklanma yerindən çıxışlardır, həyətyanı ərazidən çıxışlardır. Onlar çıxanlar kəskin nəqliyyat vasitəsinə yol verməlidir. Afərin, sağını yandırdın, əhsən. Çünki məcbur sağa nişanı var deyə sağı yandırmaq məcburiyyətindəyik. Biz sağa doğru gedəcəyik. Yenə sağını yandır. Çünki sola Babək prospektinə doğru gedirik. Biz sağa doğru gedirik. Gəl, davam elə. Söndür işığını. Qarşındakı yük maşınınsa çalış onunla məsafə saxla. Çünki o maşın bizim qarşımızda olduğu üçün biz qarşını görə bilmirik. İri qabaritlidir. Uzağa geniş baxa bilmirik. Ona qədər məsafə saxlamaq lazımdır. Çalışmaq lazımdır ki, iri qabaritli nəqliyyat vasitəsinin arxasına, sağına, soluna keçib getməyəsən onun yanından. İmkan varsa keçib getməlisən. Yox, əgər imkan yoxdursa, arxasına qalmaq məcburiyyətindəsənsə, bu zaman məsafəni saxlamalısın. Oldu? İndi mən çəkiliş dayandırıram, amma dərsimiz davam edir. Özünüz necə istəyirsiniz? Əla. Hər şey qaydasında. Sizin kimi müəllimlə necə istəyim özümü? Təşəkkürlər, əhsən sizə. Maşallah siz də çox yaxşı sürürsünüz. Bax, mən müdaxiləmirəm. Özünüz idarə edirsiniz maşallah. Əhsən sizə. Uğurlar olsun Pərvin xanım. Çox sağ ol.